Hə, qarışqa müəllim. Sən necə də həşərat kimi həşərat oğlu həşəratsan. Əsl qarışqasan. Ona görə ki, başını aşağı salıb öz işindən məşğul olursan. Amma insanlar insan kimi insan övladı ola bilmirlər. Ona görə ki, öz işləri ilə məşğul olmurlar. Öz işləri ilə başqa hər işlə məşğul olurlar. Bax, bu müdrik qarışqalardan dərs almaq lazımdır. Çünki öz işləri ilə məşğul olurlar. Ona görə də təbiətin qoynunda bax belə xoşbəxt həyat sürürlər. Məndən soruşursunuz ki, Sahil bəy, nəyə görə sizin kitablarınız bal kimi ləzzətli olur? Sizin kitablarınız ölkədə ən çox satılır. Sizin kitablarınızı oxuyan insanlar kitabdan ayrıla bilmirlər. İnsanların dərdlərinə dərman olur sizin kitablarınız. Bunun səbəbi nədir? Bax, bunun səbəbi bu gördüyünüz qarışqalardır, ana təbiətdir. Ona görə ki, mən əsərlərimi bax bu qarışqalardan, bu təbiətdən, bu otlardan, bu torpaqdan, təbiət qoyunda olan güldən, çiçəkdən, ağaclardan ilham alaraq yazıram. Bax bu qarışqaların müdrikliyi mənim qələmimdən süzülür kağıza. Oradan da kitaba çevrilir, gəlir sizin masanızın üzərinə. Masanızın üzərindən də gözləriniz vasitəsilə bu qarışqaların, bu təbiətin ahəngi, harmoniyası sizin ruhunuza hopur. Ona görə də mənim kitablarım ölkəmizdə ən çox satılır. İnsanların demək olar ki, dərdlərinə dərman olur və insanlar üçün ən yaxşı terapiya olur mənim kitablarım. Bax, buna görə mən bu müdrik qarışqalara, bu ana təbiətə borcluyam. Əziz qarışqalar, mənim yaradıcılığımda mənə ilham mənbəyi olduğunuz üçün, mənə müdrik ideyalar verdiyiniz üçün və kitablarımı bir terapiyaya çevirdiyiniz üçün sizə minnətdaram. Keşkə biz insanlar da sənin kimi müdrik olardıq, qoçaq olardıq, başımızı aşağı salıb öz işimizdən məşğul olardıq. O zaman dünya daha gözəl, daha rahat, daha xoşbəxt bir dünya olardı. Sağ ol, hörmətli qarışqalar. Əziz insanlar, siz də bax bu qarışqalardan dərs alın. Necə ki, mən tez-tez təbiət qoynuna çıxıb, bax bu müdrik qarışqalardan həm ilham alıram, həm də dərs alıram. Sevgilər.